Elhamdülillah. Arkadaşlar bugün artık 17. iftardayıq. Yani 17 gün tuttuq oruc. Elhamdülillah. Yani o deməkdir ki az qalıb. Yarın keçmişik və o deməkdir ki axır 10 gün gəlir, 10 gecə. Və bu günlər təbii ki ildə bir dəfə olur. Yani Allah Subhanahu taala hər il kimə qismət eləyir. Kimə də qismət eləmir, əcəli çatır. Onu artıq görmür o günü. Elhamdülillah ki Allah Teala nəsib eləyib bizə. Bugün də gördük, tutduq, bugünün orucunu tutduq. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki oruç tutan üçün 2 dənə fərəh var, məqamı. Biri də iftar açanda. Təbii ki iftar açanda yəni fərəh yeyib içmək deyil. İftar açanda fərəh odur ki ibadəti tam yerinə yetirə bildim bugün. Çünki mümin çalışmalıdır ki ibadəti tam eləsin. Tam ibadət nə vaxt olur? O vaxt ki Allah üçün olsun. İkinci də Peyğəmbər sallallahu aleyhi ve sellem necə eləyib o cür ibadət. Onda tam olur ibadət. Onda o ibadət qəbuldur. Çünki dinimiz necə bilirsiniz bidətin əleyhinə olub. Şərt deyil bidət olsun ondan danışasın. Şərt deyil. Ya, bəzən indi məsələn elə adamlar var ki xüsusən azmışlar. Onlar deyirlər ki məsələn nədənsə danış. Məsələn xavaricdən də danışan deyir ki bizdə xavaric yoxdur, nə üçün danışır? Şərt deyil xavariclər olsun. Xavariclər elə firqədir ki onunla həmişə danışmaq lazımdır, Dəccal kimi. Peyğəmbər sallallahu aleyhi ve sellem öz vaxtında xavaric yox idi. Lakin danışırdı onlardan. Çəkindirirdi. Onları məhv eləməkdən danışırdı. Onların necə şərli olmağından danışırdı. O vaxtında yox idi. Ona görə şərt deyil, nəsə olsun gərək danışar. Sadəcə danışan adam vəziyyəti nəzərə almalıdır, baxmalıdır. Nəyə ehtiyacı var? Təbii ki onu birinci etməlidir. Xavaricdə həmişə birincidir mövzu. Həmişə. Əsir boyu. Sahabələrin dövründən. Çünki əvvəlkilər 2 dənə xəlifəni öldürdülər. Osman radiyallahu anh öldürdülər. Ali ibn Əbi Talib öldürdülər. Peyğəmbər sallallahu aleyhi ve sellem belə deməyib. Və həmçinin qardaşlar, yəni çalışmaq lazımdır bidətdən çəkinmək, bidətçilərdən çəkinmək. Peyğəmbər sallallahu aleyhi ve sellem hər danışığında deyirdi ki, başlanğıcda xutbətul həcc. Deyirdi ki, kullu bidət dalalə. Bidətdən ediləndə bidəti deyirdi, hər bidət zəlalətdir. Hər bidət. Və hər zəlalət də odur. Ona görə hər bir müsəlman baxmalıdır ibadətdə. Birinci daxilən düzgün olmalıdır. Yəni qəlbən, çünki ixlas qəlbi əməllərdəndir. Qəlbi. İxlas, yəni ibadətdə ixlas. İxlas, yəni Allah üçün. İxlasın əks mənası nədir? Göstərmək özüvü, riya. Və ya özüvü eşitdirmək, suma. O koruyur ibadəti. Həmçinin olub için ixlas olsun, qəlbi əməl. Lakin zahiri əməldə sünnətə müvafiq olmasın. Ona görə o da mühümdür. Həm batin, həm zahir. İkisi də bağlıdır bir-birinə. Ayırmaq olmaz. Yəni bir-birinə tamamlayır. Ona görə elhamdülillah biz bax, bu aydayıq. Bu ay böyük məktəbdir. Böyük tərbiyədir. Nəfsimizi tərbiyə eləyirik. Özünüz görürsünüz ki Ramazan bizi nəyi öyrədir? Bizi öyrədir ki biz çalışırıq bu günlərdə Allah'a razı salaq. Öz nəfsimizi yox. Ki verəsən, sərdən şüğündə yemirik, içmirik. Özümüzü saxlamışıq, yanırıq. Nədir? Allah bizdən razı olsun. Allah bizdə qəbul eləsin. Həmçində Peyğəmbərimiz sallallahu aleyhi ve sellem necə eləyib o cür. Görsən, saniyə söhbəti gedir. Dəqiqə söhbəti. Qardaş deyir, o 2 dəqiqə qalıb, o deyir, o 3 dəqiqə qalıb. Gör, necə dəqiqliyə fikir verir. Bu şey başqa ibadətlərdə də olmalıdır. Ramazan bizə öyrədir bunu. Və çox şey bizə öyrədir, bizə başa salır. Bizə qiymətini öyrədir bu Ramazan. Adi yiyib içmək. Məsələn, su. Su böyük neymətdir Allah Teala tərəfindən. Allah Subhanahu taala məsələn buyurur ki: "Və ca'alna minel ma'i kulli şey və ca'alna minel ma'i kulli şeyin hayy." Yəni biz hər şeyi sudan yaratdıq.
Yəni burada təbii ki, Adəm nəzərdə tutulmur. Adəmdən sonra hər şey sudan yaratdı, hər şey. Adəm bir dənə torpaqdan yaratdı. Bir də Həvva onun qabırğasından. Allah Taala yaradı. Qalan hamısı Allah Taala sudan yaradı. Və su böyük nemətdir Allah Taala tərəfindən. Çünki insan yeməyi dözə bilər, çox dözə bilər, amma susuzluğa dözə bilməz. Suyun məqamı insan həyatında böyük yeri var. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, ən əfzəl sədəqə su verməkdir ki, məsəl. Ən əfzəl sədəqə. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem suya görə cənnətlə müjdəliyib Osman radiyallahu anhunu. Mədinədə quyu var idi, cühudlarda idi. Çıxardıb satırdılar o suyu. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, kim o quyunu alsa, sədəqə eləsə onun üçün cənnət var, Osman radiyallahu anhu. Osman radiyallahu anhu sahabələrin içində ən çox cənnətlə müjdələnən sahabidir. Neçə dəfə əməl olub, Osman eləyib, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, kim bunu belə eləsə, onun üçün cənnət var. Osman radiyallahu anhu eləyib. Onlardan da bir o quyunu alıb, eləyir sədəqə. Ən əfzəl sədəqə sudur. Və fikir versək, Quran-ı Kərimin özünə məsələn, su barədə ayələr təxminən 59 ayədir. 59 ayə Quranda Allah subhanət hələ sudan danışır. Allah subhanət hələ nazil edən suyu. Yağış nemətdir, qar nemətdir. Bu yaxınlarda qar yağdı dağlara. O nədir o? Yayda bizim üçün sudur. Təsəvvürlə yağmasa susuzluq olacaq. Yağır, yer oyanır. O ağaclar, vesaire. Elə ağaclar var ki, düzdür, meyvə ağaclarını sulayırsan, sulamasa quruyur. Amma təsəvvürlə dağlarda, meşələrdə ağaclar var. O bir dəfə ərəblər gəlmişdi. Görürəm, danışırlar belə. Gəldim ki, nə məsələdir? Biz sərdən də fikirləşirik ki, dağlardakı o ağacları necə sulayırlar? Çünki onlarda elə şey yoxdur axı. Onlar sulayırlar gündə 10 dəfə. Deyirəm, Allah sulayır. Yəni, özü də yağış da Allah talan su, Allah talan nemətlərdən, böyük nemətlərdən biridir. Və hətta insanlar, lakin necə nankordlar, günahlara görə o nemətlər gedir. Məsələn, yağış gedir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, əgər insanlara qalsa, insanlara görə qalsaydı, yağış yağmazdı. Heyvanlara görə yağır. Yəni, onların necə Rus deyir şotuna, biz də su içirik. Heyvanların şotuna, biz Ruslar. Ona görə, yəni onlara görə. Ona görə insanlar tövbə eləsələr, Allahın dininə dönsələr, elhamdülillah nemətlər də artır. Uzaqlaşdıqca nemətlər azalır. Nemətlər azalır, fəsad yayır. Özünüz də görürsünüz. Və həmçinin qardaşlar, həmçinin suda nəyi fikir vermək lazımdır? Ona görə suyu qorumaq lazımdır. Və onun suyun qiymətini iftarda bilirsən. Bir stəkan su içsən, ləzzət alsan. Ola bilər, bəzi insanlar ona fikir vermir, bu nimətlərə qiymət vermir. Aya, ulduzlara, günəşə, həyata, sağlamlığa, yeməyə. Elə bilir ki, belə olmalıdır. Amma orucluqda biz hiss eləyirik. Yeməyin neyməti, suyun neyməti, başqa nələrinsə neyməti. Elhamdülillah. Və nəyə fikir vermək lazımdır, qardaşlar? İsrafa yol verməmək. Allah subhanət hələ nə buyurur? Allah Teala buyurur ki, وَكُلُوا وَشْرَبُوا وَلَا تُسْرِفُوا. Yiyin, için, yəni aydın ki, halal şeylərdən, amma israf eləməyin.